Azərbaycanda bir çox ərazilərdə evlər söküləcək və məcburi köçürmələr başlayacaq. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, xüsusilə magistral kanalların və su sistemlərinin mühafizə zonalarında tikilən qeyri-rəsmi binalar həm sistemin işinə, həm də ki sakinlərin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Artıq inventarlaşdırma aparılır və köçürüləcək yerlərin siyahısı Nazirlər Kabinetinə təqdim olunacaq. Məqsəd növbəti 10 il ərzində Azərbaycanın su sisteminə Avropa standartlarına çatdırmaqdır. ABŞ prezidenti Donald Trump bildirib ki, İranda davam edən etirazlara qarşı güc tətbiq edilərsə, İranla ticarət edən hər bir ölkə Amerika ilə biznesində 25% gömrük rüsumu ödəməli olacaq. Bu qərarının qəti olduğunu bildirən Trump, hərbi variantların da masada olduğunu vurğulayıb. Eyni zamanda Dövlət Departamenti Amerikalıları İranı tez bir zamanda tərk etməyi, Ermənistan və Türkiyə üzərindən quru yolları ilə ölkədən çıxmağa çağırıb. Amerikanın stratejik addımları bununla da bitmir. ABŞ konqresmeni Fain Qrenlandiyanın ilhaq edilməsinin və ABŞ-ın bir ştatı halına çevrilməsi qanun layihəsini təqdim edib. Qrenlandiyanın ilhaqı və ştatlıq aktı kimi adlanan bu layihə əslində Arktikada Rusiyanın və Çinin artan təsirinə qarşı strategik bir addımdır. Konqresmen bildirib ki, Arktikaya nəzarət edən tərəf həm də mühüm ticarət yollarını idarə edəcək. Qanun layihəsi prezidentin Qrenlandiyanı ABŞ-ın ərazisinə qatmaq üçün bütün səlahiyyəti verir.